35-ci suala da baxaq. Deməli orada soruşur ki, bu tənlik 2 bərabər kök alırsa, onda P-nin ala biləcəyi qiymətlərin cəmini soruşur bizdən. Deməli uşaqlar, bir tənliyin 2 bərabər kök alması üçün hansı şərt ödənməlidir? Bax bu şərt ödənməlidir ki, həmin tənlikdə diskriminant 0-a bərabər olmalıdır. Diskriminant 0-a bərabər olanda tənlik 2 bərabər kök alır. Diskriminant 0-dan böyük olanda 2 fərqli kök alır. Diskriminant kiçik 0 olanda həqiqi ədədlər arasında onun həlli olmur. Yəni xəyali həll olur, belə deyək. Deməli bizdə diskriminant 0 şərtini götürməliyəm. Diskriminant 0-a bərabər olmalıdır. Bizdə A 1-ə bərabərdir, B 4P-yə bərabərdir. Yəni daha doğrusu mənfi 4P-yə bərabərdir. Yəni 4-ə və ya mənfi 4-ə bərabər deyil. C də bunun özünə bərabərdir. P kvadratı plus 6P plus 2 bərabər 0 olmalıdır. Artıq bunu bildiyimizə görə diskriminantın da düsturunu bilirik ki, diskriminant bərabərdir. B kvadrat çıxılsın 4AC. B-ni dedik ki, mənfi 4P-dir. Mənfi 4P-nin kvadratı 16P kvadrat. Çıxılsın 4 vurulsun P kvadrat plus 6P plus 2 4AC A1'ə bərabərdir. C də bunun özünə bərabərdir. C-ni yazdım. Bərabər olmalıdır 0-a. Buradan çıxır ki 16P kvadrat çıxılsın 4P kvadrat çıxılsın 24P çıx 8 bərabərdir 0. Buradan da belə alınır ki 12P kvadrat çıxılsın 24P çıx 8 bərabərdir 0-a. Və deyir ki, buradan biz həll eləməliyik əslində. P-ni biz tapmalıyıq da, belə deyim, P-ləri tapmalıyıq. Buna da əslində ehtiyac yoxdur. Biz viyyətdən də bilirik ki, P1 üstə gəlinsin P2, yəni P-ni ala biləcəyi qiymətləri soruşur. Nəyə bərabərdir? Mənfi B bölünsün A-ya. Buradan da belə çıxır ki, B-miz mənfi 24'dür. Burada, sırf bu tənliyi deyirəm. Yəni yuxarıdakı tənlik yox. Artıq burada təzə tənlik almışıq. Bu da sistem tənlikdir, kvadratik tənlikdir. Buradan da mənfi 24'dür B. Mənfi B-də müsbət 24 eləyir. A-dakı 12'dir. 24 də 12'ye böləndə 2 cavabımız eləyir.